Bakıda kim ki qalır, fərz elə cənnətdə qalır. Bakıda kim ki qalır, fərz elə cənnətdə qalır. Biri mərkəzdə olur, kəndi sevən kənddə qalır. Var adamlar ki köçüb xaricə qürbətdə qalır. Ay gedənlər qayıdın, həsrəti vardır Bakının. Ay gedənlər qayıdın, həsrəti vardır Bakının. Bugün en güzel günlerden biridir benim için. Çünkü her il olduğu kimi Baku TV'nin efirində Novruz bayramı çəkilişini eləyirik. Bu günləri Novruz bayramı çəkilişlərimiz hardadır? Şağan kəndində. Biz Şağan kəndindəyik. Bir dostumuzun evindəyik. Onu çox utanıyor. Məşhurdur. Bir dəfələ özüm də çəkmişəm. Məşhurdur nəyi ilə? Yeməkləri ilə. Ziya Bakunun həyətindəyik bugün. Bugün nələr olacaq, nələr? Hər zamanki kimi Arzu'nun vaxtında söz, meyxana, sənət, əsl işlər göstəriləcək. Bəh, bəh, bəh. Ziya həmişə kimi hazırdır. Bayramın mübarək olsun Ziya. Bayramımız mübarək. Neçənsə gözəl illərə çıxırsın inşallah. Ziya Baku bu günləri Baku TV'də yenidən. Xoş gəlmisiniz. Hər zaman söz gələsiniz. Yəni sizin gəlməyiniz bizim üçün toy bayramıdır. Ay, təşəkkür edirəm. Novruz bayramı Azərbaycanın milli adət ənənələrinin bol olduğu bayramdır. Hər bir şey görə bilərsiniz. Yəni dünyada Novruz bayramı kimi bayram yoxdur. Ziya hələ yeməklər bişməyib, onun qoxusu bir gəlir, bir gəlir. Baxaq nə bişirirsiniz? Bəli, baxmaq olar. Əla. O ingülvarıdır, tərəvəzlərdir. Burada toyuq bastırmadır indi hazırlamışam. Nə vaxtdan bastırma eləmsən? Bir 4 saat olar qoymuşam bunu. Sonra? Sonra burada balıqdır. Nə balığıdır belə? Bu qızıl balıqdır. Deməli bu indi quzudur. Quzudan bunu hələ bir burada indi eləyəcəm onu bastırmaq üçün. Sonra evdə indi lobyaçılıq deyirik biz Bakıda da. Lobyaçılıq da süzülür. Başqa xırda-xuruş nəz-nemətlər də var da. Halal olsun. Əslində mən demək istəyirəm, hər kəs əgər kim bilmirsə bilsin, Ziya kimin oğludur. Əməyi, o kişinin savadı, o kişinin Azərbaycandakı nüfuzu sənin özünə təsir eləyir. Təbii, bəli, bəli. Yəni indi Ziya kimin oğludur? Təvəkkül Səlimovun oğluyam, tarix elmlər doktoru, professor. Bəli. Allah can sağlığı versin. Allah canınızı sağ eləsin, var olasınız. Yəni sən də çox şanslısan ki, biz valideynlərimizi özümüz seçmirik axı, amma burada sənin bəxtin gətirib. Düz, düz. Allah valideynlərimizi qorusun. Təvəkkül müəllim, bayramınızı təbrik eləyirəm. Hər zaman məndən soruşurlar ki, siz çəkilişləri necə eləyirsiniz? Bax bu dəqiqə deyim də mart ayıdır, amma çox soyuqdur. Baxın, bura bizim çəkiliş edəcəyimiz yerdir. Qurulub artıq. Bu uşaqlar uşaqlara baxın, hamısı gəliblər bura. Allah saxlasın, günü qəşəysə. Baxın, çəkiliş elədiyimiz yerdə samavarımız qaynayır. Bəli, tonqalımız hələ ki yanmasa hazırdır. Gözləyirik axşam olsun. Ondan sonra, daha sonra ansamblımız buradadır. Hansı ki onlar müşahidə eləyəcək bizim ifaçıları və bizim dostlarımız. Xoş gəlmişsiniz, bayramımız mübarək olsun. Qarşınıza bir çay, bir dənə də şəkər buradan paxlavadan qoyun, dincəlin. Çox təşəkkür eləyirəm, çox təşəkkür eləyirəm. Allah sizin oruclarınızı, dualarınızı qəbul eləsin.
Həqiqətən baxın iftar olacaq. Bir saatdan sonra onlar 2 saatı buradadılar. Təşəkkür edirəm. Əllərinizə, ürəyinizə sağlıq. Əla, çox sağ olun dostlar. Deməli, bilirsiniz ki, bizim Novruz bayramımız sakit keçməz heç bir zaman və Azərbaycan xalqı sözə, sənətə, musiqiyə hörmətlə yanaşır, dəyər verir. Mən özüm şəxsən bilənlər bilir. Mən ən çox nəyi sevirəm? Hamımız meyxananı. Mən meyxananı çox sevirəm, meyxana sənətini çox sevirəm. Çünki dünyanın heç bir yerində meyxana sənəti kimi sənət yoxdur. Meyxana yalnız və yalnız bizdədir və çalışaq onları qoruyaq. Bu günləri kövrək notlara toxunmayacaq. Bu günlərə hörmətli qonaqlarımız var. Ehtiram müəllim, Ehtiram Əliyev, Bakı toylarının kralı deyirlər. Sizə xəbəriniz var? Xəbəriniz var? Yox, xəbərimiz yox. Vallahi elə deyirlər. Bilmirəm elə bir şey. Mən onu deyirəm, bayramımızı təbrik edirəm. Çox sağ olun. Bizə baxan hər kəsin də bayramı təbrik edirəm. Verilişiniz də uğurlu olsun. Təşəkkür edirəm, çox sağ olun. Seyidi də, musiqisi dostlarımızı da salamlayıram. Ola bilməz mənim verilişlərim meyxanasız. Qədimyana meyxanaları ilə tanınan meyxanaçımız Mir Fərid. Xoş gəlmisiniz. Sağ olun, Çox sağ olun, sevindim çox sağ sizi olun. görməyimə. Həqiqətən çox sevindim. Bilirəm inanmayacaqsınız. Həqiqətən çox sevindim. Vallahi inanmırsınız. Sağ olun. Mən sizi ürəkdən təbrik eləyirəm. Yəni prodüserimiz deyəndə ki, Nurlan, Ehtiram müəllim olacaq, bir də Mir Fərid olacaq. Mən çox sevindim. Çox sağ olun. Və sizi çox sevirlər, biləsiniz. Var olun, var olun. Doğrudan. Çox sağ olun. Bir daha deyirəm, xoş gəlmisiniz. Mən də sizin bayramınızı təbrik edirəm. Çox sağ olun. Neçə belə illərə Təşəkkür inşallah edirəm. Siz də, siz də. Xoş günlərdə görək. Bugün olacaq Bayram meyxana? arzularına qoşuluram. Mən də hər kəsi təbrik edirəm. Əlbəttə olacaq. Biz buradayıqsa meyxana olmalıdır. Əla. Mən çox şad oldum ki, siz məhz qeyd elədiniz ki, mən qədimyanı Qədimyanı, hə. Yəni əsl meyxananı xoşlayıram. Yəni bu Qədimyanı yəni əsl meyxana deməkdir də. meyxana olsa meyxanadır. Bura sadəcə olaraq bu son dövrlərdə məsələn musiqili meyxana deyənlər var, mahnı oxuyanlar var. Mən özüm də oxuyuram məsələn efirlərdə oxuyuram mahnı. Amma meyxana ilə meyxana olduğu kimi qalsa Mən sizdən öz xahiş şirinliyində. eləsəm, bir dənə qədimyanı meyxana deyə bilərsiniz, bir damcı. bir danızı yox, çox deyərəm sinsin orada inşallah. Azəri diyari Xəzər kənarı Azəri diyari Xəzər kənarı Bakıdır 32 kəndinin iftixarı Ay bala Bakıdır 32 kəndinin iftixarı Hər kəndin özünə görə şöhrəti şanı Hər kəndin özünə görə şöhrəti şanı İlahi mən kələyim bizə bu məkanı Çox şükür İlahi mən kələyim bizə bu məkanı Ay, yenə də söz verilib Mir Fəridə ehtirama Birləşdi musiqi söz gəldi ağızlarda tama Artır artdıqca həvəs meyxanaya həm muğama Söz bilən, söz anlayan milləti vardır Bakının Söz bilən, söz anlayan milləti vardır Bakının Var Bakının Bakı eyləyən bir çox məqami Var Bakını Bakı eyləyən bir çox məqami Şeiri, qəzəli, sözü muğami Ay bala Şeiri, qəzəli, sözü muğami Kiçiklərin böyüyə hörməti ehtirami Kiçiklərin böyüyə hörməti ehtirami Doğmadır bir-bir
Bakıda kim ki qalır, fərz elə cənnətdə qalır. Bakıda kim ki qalır, fərz elə cənnətdə qalır. Biri mərkəzdə olur, kəndi sevən kənddə qalır. Var adamlar ki köçüb xaricə qürbətdə qalır. Ay gedənlər qayıdın, həsrəti vardır Bakının. Ay gedənlər qayıdın, həsrəti vardır Bakının. Başımızın dar küçələri, əyri dalanları. Başımızın dar küçələri, əyri dalanları. Sökən sökür, qoymayan sökən, yerinə qalanları. Sökən sökür, qoymayan sökən, yerinə qalanları. Gecələri yuxuma girir, meynəli dağları. Gecələri yuxuma girir, meynəli dağları. Bakısız yaşaya bilməz, Bakı adamları. Ağlara, heç bir yerdə yaşaya bilməz, Bakı adamları. Amil Fərid fəxr eləyir ki, Bakıdır el obası. Burada hər kəndin olub öz qoçusu, öz ağası. Suyu göz yaşı kimi dərdlərə dərman havası. Ta qədimdən bu yana şöhrəti vardır Bakının. Ta qədimdən bu yana şöhrəti vardır Bakının. Demək belə iftarınızı açdınız. Allah qəbul eləsin. Dualarınızı, oruclarınızı inşallah. Ziya, sənə ürəkdən təşəkkür eləyirəm. Həm də Ziya bu günləri iftar süfrəsi verdi. Bayram-bayrama qarışıb. Çox sağ ol Ziya. Allah qəbul eləsin. Allah bütün oruç tutub namaz qılanların orucunu, namazını qəbul eləsin inşallah. Bu arada bir neçə gündən sonra Ziyagildə toy olacaq. Kiçik toy. Onun ən böyük arzusu var. Ehtiram müəllim, qorxa-qorxası baxır. Ehtiram müəllim, nə deyirsiniz? Heç olmasa imkanınız olsa Ziyagilə deyə bilərsiniz. Hər inşallah özü ilə danışmışıq. İnşallah Allah qismət eləsin. Əla, əla. İnşallah. Allah. Çox sağ ol. Bir də buyurun. İnşallah Allah qismət eləsin, oradan da gəlib bura deyib. İnşallah. Bir məsələyə də düzəliş eləmək istəyirəm. Bayaq dedimi, Bakı toylarının kralıdır. Yəni o çox təvəzzökardır. Əstəğfurullah deyir, elə deyil. Mən və mənim kimi düşünən çox insanlar var. Onu da nəyə görə dedim? Yəni insanları, sənət adamlarını hara çağırırsan gedir. Yəni puluna minnət. Amma kasıbları məclislərində canla başla iştirak eləyir. Kimin imkanı yoxdursa gedir, əl tutur. Düzdür, Ehtiram müəllim? Bunun hamımızın borcudur. Görürsünüz, tonqalımız da var artıq bizim. Deyirlər ki, tonqalı ev yiyəsi qalıyır, od vurur. Nə deyirsiniz? Bəli, bu dağı Olar? yandı inşallah, əlbəttə ki. Gəlin ağırlığımız, uğurluğumuz bu yanan tonqalda qalsın. İnşallah Allah dövlətimizi, vətənimizi qorusun. Allah sizləri qorusun. Çox sağ olun. Başlayaq. Başlayaq. Ay nə gözəl, nə gözəl. Bayramımız mübarək olsun bir daha əziz dostlar. Bu günlər Şağan kəndindəyik. Bugün Ziya Bakunun qonağıyıq. Bizim hamımız Ehtiram müəllim, meyxanaçı Mirfərid, hamımız burada bu bayramı Baku TV ilə birlikdə, sizinlə birlikdə qeyd edirik. Ehtiram müəllim, əvvəllər bayramlar necə qeyd olunurdu? Dəyişiklik var? Dəyişiklik
Əvvəllər çox daha üstün olurdu, tonqallı yandırma, hündürlüyü falan, beş-beş. İndi hamısı belə müasirləşib. Yəni burada elə böyük deyil. Hamısında balacalaşır. Yəni buna da şükür. Əvvələ necə olurdu Mirfərid? Biz tərəfdə elə əvvəllər necə olurdu, indi də o adət ənənəni saxlayıblar. Məni tanıyanlar bilirlər ki, mən özüm Zirəliyəm, amma Mərdəkan qəsəbəsində yaşayıram. Deməli, bizdə bina evlərdir Mərdəkanda. Çox maraqlı bir dənə məhəlləmiz var bizim. 4 dənə bina bir-birinə baxır. O məhəllənin ortasında, yəni bu dəqiqədə geçsəz, baxsız, orada bu dəqiqə bayram keçirdirlər. Çox təntənəli, musiqi, hər ildə elə qeyd olunur. Buradan da bütün məhəllə uşaqlarımı salamlayıram. Nurlan yaxşı düzüb qoşub mövzunu, kəndə dəvət eyləmisən arzını. Arzu xanım sən ki bilirsən bunu, Arzu xanım sən ki bilirsən bunu. Biz tərəfdə söhbət ayrı cür nədir, gələn qonağa hörmət ayrı cür nədir. Biz tərəfdə söhbət ayrı cür nədir, gələn qonağa hörmət ayrı cür nədir. Başqadır, burada Novruzun sədası başqadır. Şağan kəndinin havası başqadır. Hiss olunur vəziyyət ayrı cür nədir, hiss olunur vəziyyət ayrı cür nədir. Biz tərəfdə söhbət ayrı cür nədir, gələn qonağa hörmət ayrı cür nədir. İştesin, hareketli olsun. İnsan iştesin, hareketli olsun. Süfresi her vaxt bereketli olsun. Hoş arzu, hoş niyet ayrı cürnedir. Hoş arzu, hoş niyet ayrı cürnedir. Biz tərəfdə söhbət ayrı cürnedir. Gələn qonağa hörmət ayrı cürnedir. Geçirer akşamı, şairin necə gəlməsin ilhamı. Novruz'a layıqlı keçir əyyamı. Gəlir bu yandan Ramazan bayramı, gəlir bu yandan Ramazan bayramı. Ona görə əksəriyyət ayrı cürnədir, ona görə əksəriyyət ayrı cürnədir. Biz tərəfdə söhbət ayrı cürnədir, gələn qonağa hörmət ayrı cürnədir. Göz və aç ki taxkina, vaxt elə bir bulaq falına çıx kinə, vaxt elə bir bulaq falına çıx kinə. Qapı dalında qeybət ayrı cürnədir, qapı dalında qeybət ayrı cürnədir. Biz tərəfdə söhbət ayrı cürnədir, gələn qonağa hörmət ayrı cürnədir, gələn qonağa hörmət ayrı cürnədir.
süfrələrə şam düzüm qoyar zumun kin olsun. Şöyle sasan al oldum biri də mənim olsun. Süfrələrə şam düzüm qoyar zumun kin olsun. Şöyle sasan al oldum biri də mənim olsun. Səməni nazlı gəlir incə belində kəmər. Baharın elçisidir bəzəyləyər vəkilər. Səməni nazlı gəlir incə belində kəmər. Baharın elçisidir bəzəyləyər vəkilər. Yurdumuza yaz gəlir qoy barışsın küsənlər. Talih sizə yar olsun sevilənlər sevənlər. Yurdumuza yaz gəlir qoy barışsın küsənlər. Talih sizə yar olsun sevilənlər sevənlər. Şəkər vura baklava bəzək verir xonsaya. Bahar necə yaraşır Azərbaycana. Şəkər vura baklava bəzək verir xonsaya. Bahar necə yaraşır Azərbaycana. Korginan değerli olsun. Korginan değerli olsun. Ülkemiz her yanda hünerli olsun. Hoş gülerüz karşıladık Novruz'u. Hamımıza inşallah düşerli olsun. Hamımıza inşallah düşerli olsun. Reyhanı bağ bağ apardı getdi. Reyhanı bağ bağ apardı getdi. Canımız alan apardı getdi. Canımız alan apardı getdi. Reyhanı bağ bağ apardı getdi. Reyhanı bağ bağ apardı getdi. Canımız alan apardı getdi. Canımız alan apardı getdi. Səhv elədim hərə mələkdən gəlir. Səhv elədim hərə mələkdən gəlir. Ey fikrim şeytan apardı getdi. Canımız alan apardı getdi. Reyhanı bağ bağ apardı getdi. Canımız alan apardı getdi. Qoymayınız dağda yetin ay hara. Qoymayınız dağda yetin ay hara. Canımız alan apardı getdi. Canımız alan apardı getdi. Bana reyhanı bağ bağ apardı getdi. Canımız alan apardı getdi. Reyhanı bağ bağ apardı getdi. Canımız alan apardı getdi. Boştu bu kainata bel bağlama. Boştu bu kainata bel bağlama. Dəqiqəyə sahata bel bağlama. Vəfasızdı həyata bel bağlama. Vəfasızdı həyata bel bağlama. Gör neçə sultan apardı getdi. Gör neçə sultan apardı getdi. Canımız alan apardı getdi. Canımız alan apardı getdi. Bax bu ürəyimin dəli sevdasına. Bax bu ürəyimin dəli sevdasına. Başına gələn qəmli mazərasına. Başına gələn qəmli mazərasına. Bir dəfə düşdüm eşqin dəryasına. Bir dəfə düşdüm eşqin dəryasına. Yolda vurulur ağın apardı getdi. Canımız alan apardı getdi. Canımız alan apardı getdi. Dərmanı loğman apardı getdi. Bir də eşitmərik o səs sədanı. Heyif tez etdin bizə əlvidanı. Heyif tez etdin bizə əlvidanı. O vaxt kimin bir də qızıl nidanı. O vaxt kimin bir də qızıl nidanı. Aydın xırdalan apardı getdi. Aydın xırdalan apardı getdi. Canımız alan apardı getdi. Canımız alan apardı
Deməli, biz tərəfdə söhbət ayrı cürnədir. Gələn qonağa hörmət ayrı cürnədir. Çox gözəl qafiyə açdın. Amma abi onu deyim ki, mənim adıma açılan qafiyə mənim çox xoşuma gəldi. Bu günləri bizim əziyyətimizi çəkən, bizə öz evini qapılarını açan, süfrə hazırlayan məşhur Ziya Baku oldu. Bəlkə stol üstü onun üçün də bir qafiyə açaq. O qafiyəni davam elətdirə bilərik. Xahiş etsək. Bu da Getdik. ya çox sağ ol, minnətdarıq sənə. Var ol. Həmişə qapıda şadlıqlara gəlir inşallah. Biz tərəfdə söhbət ayrı cürnədir. Gələn qonağa hörmət ayrı cürnədir. Biz tərəfdə söhbət ayrı cürnədir. Gələn qonağa hörmət ayrı cürnədir. Aşpaz odur ki, mətbəxdə ad qoya. Bu vaxtacan bunu bilmirdin güya. Bir yemeği ki sən bişirirsən ziya. Onun dadında lezzet ayrı cürnədir. Onun dadında lezzet ayrı cürnədir. Biz tərəfdə söhbət ayrı cürnədir. Gələn qonağa hörmət ayrı cürnədir. Sağ olun. Çox sağ olun, çox sağ olun. Təşəkkür eləyirəm. Bu günləri Novruz bayramını biz bərabər qeyd elədik. Ziyanı çoxdan tanıyıram, amma sizi həyatda, yəni biz birbirimizi həyatda ilk dəfə tanıyırıq da. Çox təşəkkür eləyirəm hər birinizə. Allah canınızı sağ eləsin, bayramınız mübarək olsun. Biz də buradan bir daha təbrik edirik xalqımızı. Neçə belə illərə inşallah sağlam ömür arzu edirik hər bir kəsə. Təki həmişə belə şadlıqlarda, bayramlarda Amin. görüşək. Qardaşlarla bir yerdə, sizinlə bir yerdə. Amin. Nə deyək? Xalqımıza xoş bir avan ömür arzulayırıq. Çox sağ olun. Təbriklər Ehtiram bir daha. məmsiz. Çox sağ olun. Üzerinden hem oruçlu bayramların hem oruç bayramından tebrik ederim halkımızın. Ziyade teşekkürümüzü bildirdik sizlere de. Allah can sağlığı versin. İnşallah ki her il qeyd eləməyə Allah qismət eləsin. Amin, amin. İnşallah. Bayramınız mübarək. Əziz, hörmətli izləyicilərimiz. Allah vətənimizi qorusun. Dövlət başçımızı qorusun. Bizə hər zaman firavan günlər bəxş eləsin Allah. Bayramınız mübarək.